Su içəndə çalın ey şiyyələrim yada məni. Susuz öldürdülər, zülm ilə bu səhrada məni. Ana, Cana. yadımıza salaq, məsələn, 60 il, 70 il bundan əvvəl. Necə məsələn məhərrəmliyi qarşılayardınız? O vaxtlar nə pişirərdiniz? Biraz o adətlərdən danış. O adətlərdən məhərrəmliyə bir ay qalmış, uşaqlar düşərdi dəstə ilə Hüseyn vura-vura, Hüseyn deyə gəzərdilər. Bu küçə mənim, o küçə sənin. Aşuranın günü dedilər ki, qoymayacaqlar. Amma qadın vardı, gəlin vardı, öz balasının beşikdə qoydu başına, getdi qəbr üstə Hüseyn deməyə. Belə günlərimiz də olub. Qoymurdular, Sovet dövrü idi də, qoymurdular, amma ki, yenə də bundan yaxşı idi. Yenə də ürəyimizdən silmədilər ki, İmam Hüseyni. İmam Hüseyni ürəyimizdədir də. Onu kim silə bilər bizdən, ürəyimizdə. İmam Ehsanı verərdilər cəmaət. Dəstə gələrdilər, yerdilər belə. Bizim qonşuda bir dənə Həsən əmi deyərdi o. Həsən əmi gedərdi, xorayı bişirdirərdi, gedərdi bazara. Bütün hambalları, fağırları yığardı, gətirib onlara ehsan verərdi. Allah rəhmət eləsin.